Bəxtiyar Vahabzadə dünyasını dəyişməmişdən əvvəl müsahibə verirdi. O müsahibəsində yaxşı bir söz dedi. O dünya görmüş bir adam idi və ömrünün axırında da hətta bəzi səhvlərini də etiraf elədi. Dedi ki, mənim baxışlarım bəzi məsələlərə səhv olub və dini və mənəvi dəyərlərimizə də üst tutdu. O dedi, kaş ömrüm cavan vaxtından mən Quranla tanış olardım. O Quran oxuyurdu ömrünün axır vaxtlarında və dedi ki, kaş mən özüm dinlədim. Dedi, kaş mən əvvəldən bilərdim ki, bu Quran nə böyük xəzinədir. Birinci şərt, birinci pillə şəriətdir. Yəni şəriətin bütün qayda qanunlarını həyata keçirmək. İkinci gəlir təriqət. Təriqət yol deyən şeydir. Sən düşürsən bir cığıra, yola. O zaman sənin mürşidin olmalıdır, müəllimin. Bu işləri bilən mürşid. Sən olursan mürid. Bu olur təriqət. Kaş mən əvvəldən bilərdim ki, bu Quran nə böyük xəzinədir. O müsahibəsində bu sözü dedi. Dedi, etiraf eləyək ki, dünyada olan bütün böyük əsərlər qəm halında yaranıb. Hələ şadlıq halında bir dənə əzəmətli əsər yaranmayıb. Çünki qəmdir ki, insanı həyəcana gətirir, insanın ruhunun içində olan o ləzzətləri üzə çıxardır. Qəm olmasa, yanmaq olmasa həyatda ləzzət yoxdur.